Laosun yollarına təkərimiz dözmədi. Su axır. 13-cü bölümü izləyirsiniz dostlar. Adi günlərdən biri. Çin artıq bitir. Bəli, 13 gündür Çində idi. Çini tərk eləyirik, pasport kontroldan keçirik. Qaldı indi maşının qeydiyyatı. Nə qədər sənədləşmə işi var idi. Qardaşımız kömək etdi bizə. İndi gedək görək Laosda problem olmasa yaxşıdır. Bir şeydən şübhələnirəm. Bizim sürücülük vəsiqəsinin Cenevre konvensiyasında qəbul olunmaması, amma Almaniyada o konvensiyaya qoşulmayıb. Viyana konvensiyasına qoşulub, onlar da bizdə, amma Almanlar rahat girir. Bir də o problem olsa batdıq. Fikirləşirəm ki, yoxlama az olar, amma nə az. Necə yoxlamışdılarsa gələndə, gedəndə elə biraz az yoxladılar. Maşını yoxlamadan keçiririk, orasını yoxlayırlar, burasını yoxlayırlar. Təqribi 15 dəqiqədir ki, buradayıq. Elə açılmır o. Bu nivadır. Qaldır. Bərk vur. Okey. Okay. Sağ ol, bırakın. So, Sağ ol. have a great trip, yeah? You can go. Sağ ol Çin. Növbəti görüşlərə qədər. Çindən mən çox razı qaldım. İnanıram ki, siz də razı qaldınız və Çinə mini avtomobillə daxil olan ilk Azərbaycanlılar olduq, elə Laosa da. Həqiqətən çox sevincliyəm. İnşallah Laosda da problem olmaz. Çini sağ-salamat bitirdik. Radarsız, cərməsiz və beləliklə Laos. Gözlə məni Laos. Ağlamaq istəyirəm. Yeri dördə sonra ağlayarıq. Burada da maşını saxlayırıq, prosesdən keçirik və eyni qaydada iş bitir. Yəni Çində mənə ki, siz tərəfdən ilk Azərbaycanlısınız dedim ha, yüzüydən ha. Sağ olsun. Zırıllamayı biraz. Tural hara gəlmişik? Laosa. Bəli, şükür Allaha gəlib çatdıq dünyanın o biri tərəfinə, Laosa. Burada da qayda belədir, maşını saxlayırsan, özün isə piyada davam edirsən. Sərhəddən bilinir hələ bura nədir? Laos bizdən viza tələb eləyir. Bizim vizalarımızı viza eksperti həll etmişdi. Fərid qardaş var olsun. Ayla sən qurban olum, sağ-salamat keçək. Bizi utandırma. Vizanı PDF saxlamayın. Mütləq çap eləyin. Burada tələb eləyirlər və növbə çox deyildi. Təqribi 15 dəqiqə sərhəddə növbə gözlədik. Belə sərhəd mi olar? Belə ölkə mi olar, ay Tural? Çox gözəl ölkədir, yəni tələsin. Görək bizi buraxacaqlar yoxsa yox. Çox şübhələnirəm. Burada gördük, pasport arasına pul qoyurlar. İndi bir də maşında bıraxsınlar. Bu konvensiyaya görə qalmışam. Baxın, belə bir şey qoydular. Şapılladır da. Hoppala. Sağ ol, səni sevirəm. Pasportun arasından 10 dolları götürdük. Qorxduq, tütük bəlkə bizcikdir bu. Adət ənənətdən ha, özləri üçündür. Ona görə qoymadıq, amma rahatlığından keçdik. Turizm. İstifadə olun bizdə deyil. Okey. Pul ödəyəcəkdir. Bunu nə qarım? Özü ödədi. Ödənişi etdik. Sənədləşmə prosesi maşın üçün çox rahat oldu. Dünyanın ən rahat sənədləşmə prosesi deyərdim. Biz artıq Laosdayıq. Laosa Azərbaycan nömrəli avtomobillə gələn ilk Azərbaycanlılar olduq. Şükür Allaha keçdik. Giriş üçün prosedurlardan keçdik. 50 dollar eləyirdi. Ödəniş eləyə bilmirdik. Sağ olsun gömrüyü 60-a həll elədi. Və 60 dollar rüsum. Bunun içərisinə sığorta da aiddir 1 aylıq və biz bu nivanla 1 ay Laosda gəzə biləcəyik. Laosun bu başından o başına qədər, Tayland sərhədinə qədər olan məsafə təqribi 700 kilometrdir. Laosda gəzməli, görməli yerləri vloqlar şəklində sizə göstərəcəyik. Halaldır sənə ay niva. Hə, burada ödəniş hissəsi var idi. Təqribi bizim buna 8 manat eləyirmiş. Biz də elə bildik ki 50 dollar eləyir. Bunların laqdı nədir? O dəqiq bilmirik axı. Hə, gömrük işçisi bilmirəm nə işçisi idi. 60 dollar verdi ona, dedi 10 dollara da artıq. O da rahatlıqla bizdən pulu aldı. Ninə halal xoş. Elə bir 5 dollarlıq şey 60 dollar verdi. Şirinlikdən ninə olur. Gəldik bura marketə. Marketdə balıq var. Bizim balıqlardan. Bu çəkidir. Bunlarda da olur. Amma bu qurbağadan bizdə olmur. Burada böyüklərindəndir. Və müxtəlif qidalar, yeməklər, içməklər burada görürük. Alma alıram, qarpız alıram. Lazım olan, lazım olmayan hər şeyi alıram. Təqribi bazarlığım 30 manat edir bizim pulla. Buradakı da Çinlilər bizim maşının şəkillərini çəkirlər, çox bəyənirlər və gəldik belə bir otelə. Bu otelin rezervasiyasına isə təqribi 32 dollar ödədik. 2 nəfər üçün səhər yeməyi daxil. Bizdən də 20 dollar depozit aldılar ki, burada qayda belədir. Dürüyə problem yoxdur.
Otel də əladır. Ümumilikdə buraları Çin inşa eləyib, bu otelləri, ümumilikdə bu şəhəri Çin bu tərəfə yaxşı pul buraxır, sağ olsun, buraları inkişaf etdirir. Buradan da Taylanda sürətli qatar yolu var. O qatar yolunu da Çin tərəfi çəkib və buranın mətbəxini dadmağa çalışırıq. Gəldik, dedik balıq məhsulları yeyək. İnanın, balıq pis deyildi, dadlı idi. Amma ki, bu krevetkanın heç dadı yox idi. Dedik ki, gələk elə özümüz qəşəng bir dənə çörək hazırlayaq, düyü ilə yemək hazırlayaq. Həm indi yeyək, həm də sabah yeyərik. Yəni kəsən bir nəfər şərh yazıb ki, oteldə çörək bişirən ilk insan. Bəli, mən ilk oldum. Çanaq pendiri ilə dəf kimi yürüyüb, bravo, super olur. Göyçay südün çanaq pendiri və qarpız. Əla oldu. Çörəyimizi hazırladıq, soğanı doğrayırıq və daşma plov kimi bir şey hazırlayacağam. Neyiniyim? Burada Çin filminə baxıram. Pomidorla əti, hamısı nefçala əti, nefçala soğanı və bunların öz düyüsüdür. Bu formada daşma plov kimi hazırladım. Möhtəşəm pıqqa-pıqla bişdi. Bunun yarısını indi yeyəcəyik, yarısını da saxlayırıq sabaha. Tural da bəyəndi, mən də bəyəndim. Səhər açıldı. Oteldən çıxdıq, yenə yükləri qaldır, daşı bir işdir. Bu qardaş da Yeni Zelandiyadan gəlir, üzü Çinə gedir. Bizdən də nömrə aldı ki, Çinə necə keçək, bizdən nömrəni verdik. Və fəlakət başladı. Yol beləliklə bitdi dostlar. Yalnız yüzlərlə kilometri belə gedəcəyik. Hamı mənə deyirdi, niyə Niva'la gəlirsən? Fərid bilirdi yollar belədir. Ona görə Niva aldıq. Mən araşdıran zaman bu yolun belə olduğunu bilirdim, amma bu dərəcədə olduğunu təsəvvür edə bilmirdim. Yəni burada asfalt nə vaxtsa olub, amma indi asfalt deyilən şey yoxdur, amma beynəlxalq dərəcəli bir yoldur. Tırlar rahatlıqla buradan istifadə edirlər, istədikləri yerdən dönürlər, gedirlər. Baxın, dizdən su var. Başqa sedan bir maşın olsaydı heç bu yolu dözməzdi. Ümumilikdə yolda sedan maşın yoxdur. Ya moto var, ya da ki tır var. Gedirik, yavaş-yavaş kiçik bir kəndə çatırıq. Nətər söz? Salam. Allah, su axır. Su axır. Numu istəyirdiniz? Problemlər başladı. Yağışçı Modamer sağ olsun. Bu formada geyimlər hazırlayıb bizim üçün. Bunlardan istifadə edirik. Bu işıqların bu antena yerindən keçirmişdim və fəsad törədir. Oradan salona su verir. İndi onu düzəltməliyəm. Heç bir şey keyfimi poza bilməz. Yağış da, maşının su axıdmağı da, maşının yarısı olmasa da mən gedib Taylanda inşallah çatacağam. Germetikadan vururuq. Bir təhər germetika vurduq. Estetik vidi pozulsa da inanıram ki, su axıdmayacaq. Ay uşaq, xəstələnərsən, gir evə. Demişəm 1000 dəfə ki, uşaq çöldə oynama. Əsl uşaqlığı bunlar keçidirlər. Allah saxlasın sənə bala. Bir də biz onun ice kofesi gedər. Kofedən içirik. Görürəm ki, bu yanacaq doldurmada işləyən oğlan mənə nətərə baxır. Dedim mənə gəl sən də dad. Dadır, deyir ki, qut, əla, qut içir və biz Deanteyə, Parçonaya və digər bütün sponsorlarımıza təşəkkür edirəm. Qalf da motorumuzun yağını təmin edir. Deyirsiniz, yağı dəyişməmisən. Yağı Almatada dəyişmişik. İndi bir də burada dəyişəcəyik. Saloğluya da təşəkkür edirəm və Pabediya da təşəkkür edirəm. Bu sponsorlar olmasa biz olmarıq. Biz bu işi görə bilmərik. Sizlə bizim ünsiyyətimizi isə Esim Pro təşkil edir. Beləliklə yenə yolsuzluq şəraiti, gedirik. Biraz aqressiv sürürəm, dəli kimi sürürəm. Səbir yoxdur da. Tay bu qədər yol olar. 1 saatlıq yolu 5 saata getmək olar və yavaş-yavaş biraz asfalt görürük, görürük ya, sevinmək lazımdır. Bu asfalt da yamaqdır. Gedirik. Maşının təkərləri var ha. Belə tərifləyirəm. Deyirəm ha, nə qəşəng, nə gözəl. Biz tırı bu formada avqam eləyirik, biraz gedirik, yenə gedirik, yenə tırı görürük. Sağımız tır, solumuz tır. Ay salam əleykum, nətərsiniz? Yolun kənarında bir kənddə dayanmışıq. My name is Fərid. Lobyadır burada, donuz ətidir. Lime. Bax şüyüddən kişnişdən. Qoca. Necəsə? Ay şirin belə.
Bir şey ala bilmirik çünki ödəmə sistemlərini bilmirik. İndi öyrənəcəyik. Tural, bəs sən bu itləri çək. Düzə çəkirsən, it çəkirsən, mənə də çəkdən, hə. Və yolumuza davam edirik. Yenə yolsuzluq, yenə Niva. Görək bu Nivanın axırı necə olacaq. Uşaqlar inansız suyun altında rahatlıqla hərəkət edirlər. Heç nədən qorxmurlar. Hava da o qədər soyuq deyil də, 27-28 dərəcədir. Və gəlirik növbəti bir bazara. Bu bölgədə pendir tapmaq çətindir, amma burada pendir var. Bizim ehtiyacımız yoxdur, çünki çanaq pendirimiz var. Göy-göyərtiləri xoşuma gəldi. Reyhandır, nanədir. Hər şey var. Şüyüt kişniş görürəm, soğan görürəm. Dedim ha, qəşəng bir dənə küşə hazırlamaq olar. Turala deyirəm ki, ay Tural, bu qeydiyyatdan nətər keçirik? Birtəhər bir şey tapırıq, öyrənirik. Bazarlıq etmək üçün registrasiyadan keçdim, proqramlarını yüklədim. İndi ananas yemək üçün dəqiqələri sayıram. Qiymətlər çox ucuzdur. Buradan aldıqlarım təqribi $1, $2 heç etmədi. Xiyar aldım, göy-göyərti aldım, layım aldım və bu hissədən isə tropik meyvələr aldım. Allah saxlasın sən, Allah saxlasın. Az TikToka bax. TikToka az bax. Bəh. Ye balam, ye. Sağ olun. Bilmirəm, alladırlar. Əslində düz adam olarlar. Bizə ananas gəlir. Bu ananas deyil, ananas. Bir dənə. Biri var ha. Bu ananasdırsa bizim aldıqlarımız nədir? Çox dadlıdır, çox möhtəşəmdir. Sağ olsunlar, var olsunlar və biz drone kadrları ilə buraları sizə göstəririk. Baxın, yolun vəziyyəti biraz düzəlir və kəndlər, qəsəbələr, dağlar, dolamaclar, nə deyirlər ona, aşırımlar, hamısını kəsə biz bir şəhər var, o şəhərə doğru irəliləyirik ki, gecəni orada keçirək. Görürsüz yolun vəziyyətin. Yolda, yəni heç bir iş getmir, heç bir şey etmirlər. Necə varsa elədir. Yəni yolu gedə bilirsənsə, get. Ümumilikdə Laosda 700 kilometr yolumuz var. Amma 700 kilometrin təqribən elə 600 kilometri bu gündədir. Bunların polisləridir. Görək. Where are you from? Azərbaycan. Türkçe keş eləmə olmaz. Hey. Təkər boş olub. Hər işdə bir xeyir var. Polis yaxşı saxladı. Təkərimiz partlayıb. Partlamayıb, bu cırılıb. Freylə təkərdir. Nə oldu ona? Təzə maşın. Heç nə olmur. Da oldu. Mən neyniyim indi? Bunu mu istirdiniz? Görürsüz oldu. Deyirdiniz, maşın xarab olmur, marağı yoxdur. Nağarım, sizə tarix abidə göstərirəm, deyirsiniz maşın xarab olsun. Bu oldu. Bu tərəfdən buraxır və mən instrumentləri axtarıram. Etiram müəllimdir, instrument başqa şeydir. Həqiqətən mən hər cür instrumentim var və deşiyi tapmağa çalışıram. Deyəsən, deşiyi tapdım. Bəli, bu çay daşları, yolun pis olması təkəri bu formada cırıb və indi mən bunu yamayacağam. Bizə lazım idi bu. Tapdıq. İnan Allah ki, bilmirəm amma necə olmuş. Bacardım. Yoxladım, hər şey yerində. Havanı da 2-2 elədim. Düzəltdim də. Həyatımda ilk dəfə bu işi gördüm. Amma Heydərin yeri məlum. Suyun hamısını bunlar veriblər. Laos polis idarəsi sağ olsun. Şezakı da polislər verdi. Ehmalca təkəri yerinə bağlayıram. Hər şey qaydasında. Hər şey super. Bizi niyə saxlayırlar? Deyir, bazarda çəkiliş eləmişsiniz. WhatsAppda bunları atıblar. O göstərdilər bizə. Hə, deyir, olmaz orada çəkiliş eləmək. Mən də dedim, turistlik, təhər elədik. Yaxşı saxladı. Hər işdə bir xeyir var da, deyirəm. Allaha qurban olun. Sevimli bəndəsi. Bu da mənim ilk təkər təmiri işim. Pis alınmadı. Bazardıq. Yola davam. Yolumuza davam edirəm. İndi daha asta sürürəm. 50 kilometr gəlmişik. Yolun 50 kilometri qalıb və kəndlər, kiçik qəsəbələr, yavaş-yavaş dağ mənzərələri, gözəl yerləri kəsə-kəsə, görə-görə biz yolumuza davam edirik. Bugün Muanxay deyilən yer var. Burada kiçik şəhərdir. Burada gəzəliyib, sabah isə digər şəhərə doğru irəliləyəcəyik. Buranın yaxşı toyuqları olur, xoruzları olur. Bir maşınla vursaydım, kəsib yərdim. Gəldik belə bir otelə. Bu oteli də $25 tutduq və görürsüz Tural burada nə edir? Özün üçün maşın qalır. Sizinlə sağollaşırıq. Sabahki vlogda görüşərik.